Mən eşitmişəm ki, Həzrət Zəhra bir gün Salmanı çağırıb, deyib Salmanı çağırın gəlsin. Mən xanım Zəhraya özüm müraciət edirəm Sinaduzdan ki, xanım, ana eşitmişəm ki, bir gün səhabələrdən birini çağırmısan, o gəlib sizə deyib ki, xanım, nə buyruğunuz, nə əmriniz, mən üçün çox xoşdur sizin dəvət eləməyiniz, amma həyəcanlıyam ki, görəsən, niyə görə məni çağırmışsınız? Xanım Zəhra nə desə yaxşıdır Salmana? Dedi ki, Peyğəmbərdən sonra bizə cəfa elədin, bizi yaddan çıxartdın, unutmuşsan, day bizə baş çəkmirsən. Ürəyim darıxdı sənin üçün. Sən demə, belələri də var ki, xanım Zəhra darıxır onlar üçün. Onlar özü çağırır yanına. Ana da övladını çağırır ki, gəl, darıxmışam sənin üçün. Mən qoy xanım Zəhra məclisində belə deyim də, ürəklənim belə deyim. Deyim ki, yəqin bizim üçün də darıxıb ki, dəvət edib də bizi. Könlümüzü bundan xoş eləyə bilərik. Niyə darıxmasın ki? Biz pis övladıq, bəli. Ana bəyəm pis övlad saymır. Ana görürsən, ürəyi darıxır. Yəqin darıxıb bizi dəvət edib öz məclisinə. Dövrəsinə toplayıb. Ən çox savabı da bu soyuq havada bayırda dayananlar qazanır. Mən onları həvəsləndirmək üçün demirəm. Mən kiməm ki? Onlar xanım Zəhran nuruna gəlib. Amma mən həmişə ürəyim qəhərlənir onları o şəraitdə bayırda görəndə. Xanım Zəhranın sevgisi, onlara olan sevgisi onları çəkib gətirib, dövrəsinə toplayıb. Analar xoş deyir də balalarını başına toplasın. Düzdür? Hərdən deyir, hamı gəlsin bizə. Xüsusilə də can verəndə. Ana can verəndə çox istəyir uşaqları gəlsin, otursun dövrəsində. Elə bilirsiniz, özünüz gəlmişsiniz bura. Kim elə bilir ki, özü durub gəlib bura? Heç kəs özü gəlməyib. O darıxıb çağırıb. Onun eşqinin cazibəsinə müqavimət göstərənməmiş gəlmiş. Bizdən olsa gəlib çıxanməzdi. Bu həyatı ki, mən yaşayıram, mən bura gəlib çıxa bilməzdim. And olsun xanım Zəhranın haqqına ki, mən burada bu sözləri hal yaratmaq üçün demirəm. Həqiqətdir bu. Biz gəlib çıxa bilməzdik. Darıxıb görmək istəyir. Çünki anamız can verir bu günlərdə. Anamız xanım Fatimə Zəhranın can verdiyi günlərdir. Mən görmüşəm, analar can verəndə balalarını toplayır, danışa da bilməyəndə bir-bir baxır üzlərinə. Hətta mən görmüşəm, dünyadan köçən balalar olub, şəklini gətiriblər ki, baxsın. Can verə bilmir də, çətin olur. Şəklinə baxsın. Toplayıb bizi ki, bizə nəzər eləsin, bizə baxsın. Mənalı baxışları ilə. Heç vaxt məclisdə deməyin, xanım mənə nəzər elə. Nəzər eləyib ki, buradasan. Nəzər eləyir də elə indi. Xanım, bizə nəzər elə deməyin, xoşları gəlmir. Deyin, daha çox nəzər elə. Bura yarışdı axı. Mən istəyirəm, ən əziz övladın olum. Ən çox istədiyim balalarından olum.